Bugün 28 Mart Anakür Ədəbi Məclisinin növbəti tədbiri keçirildi. Tədbirdə sələmimizin ziyalıları, şairləri, gənc şairlər iştirak edirlər. Tanrı heç kəsi, o bizə Tanrının yerdəki səsi, o cənnət bağçası, Quran ayəsi, heç üzüm gülərmi üzü gülməsə, insanın doğması, yadı da olmaz, vallah yaşamağın adı da olmaz, ən ləziz yeməyin dadı da olmaz, bəxtbəxtdən adam lətri gəlməz. Ah çəkim, bir ah çəkim oğlu göylər sökülün, duyğularım, bənövşə tək bükülün, arzularım, siz də yanıb dökülün, anam şüryətim. İşin yoxdur sinəmdəki dağla can, sən bu dağı qiyamətə saxlacan, dağla könül, dağla ürək, dağla can, anam düşüb yadıma, anam düşüb yadıma. Bir ana görürəm saçları beyaz, çiynine yüklənib yükü dağların, bir məzar görürəm mərmər daşından, yaman bəzəylidir kökü dağların, bir ata görürəm qətti bükülmüş, ağzında dili de yorğun düşürdü, elə bir yarpaq payız gəlməmiş, qırılıb ağacdan solğun düşürdü. Bir gəlin görürəm, yüzü yaşmaqdır, saçların daramaq yadına düşmür, başı dərdlərinə elə qarışıb sevinci yaşamaq yadına düşmür. Bir oğlan görürəm, oğlan uşağı, qəlbində arzular, sinəsi qəfəs, bir uşaq görürəm, kiçik qızcığaz, soruşur anacan, atam hanı bəs? Bir ana görürəm, bir ana vətən, vətənin dadına çatıb övladım, sən də bir anasan, daha razılaş, anası boynunda yatıb övladım. Bir məclisdə unutuldum, bir məclisdə unutuldum, ne işlər hər gələnin sağlığına, hər gedənin sağlığına, hər gədanın sağlığına, sinəsinə qonduğumuz mavi gölün sağlığına, güldandakı qızıl gülün sağlığına, xoş ətirli ayın ilin sağlığına. Unutuldum, nə tutuldum, nə pərt oldum, püsülladım öz-özümə Xəlil, sənin sağlığına, dörd cihanı qucaqlayan kürəyinin sağlığına. Dayanmışam yerdə, əlim çatır ayam varsa, cihanda beş oğul varsa, biri sənsən, Xəlil Rıza. Qoy dən yeri qıqda etsin saçlarımın ağlığına. Qardaş, sənin sağlığına, Sildaş, sənin sağlığına. Heç bir mənə ləf edərmi dostlar məni, mən utdum bu təraməni, bürüyərkən vüqar məni. Elim, günüm, səsim, ünüm, o qay şəkər piyaləni vurdum sənin sağlığa. Öz sağlığın bəhanədir, yürüyorum, sənin sağlığına yürüyorum sənin sağlığına. Adəsül, Anakürün ədəbi cəmiyyətinin yaşadanlara eşq olsun. Hamımıza xoş gəldin bir daha deyirəm və bir daha qonaqlarımızı və şairləri sizə təqdim edeyim. Sonra ayrılıqda hər bizə söz verəcəm, şeirlərimiz dinlənəcək. Anakür Ədəbi Məclisinin bütün üzvlərini başda Firdovsi müəllim olmaqla. Olun, sağ olun. Bugün biz Səlyan torpağındayıq. O torpaqda ki, o Əliağa Kürçayını yetişdirib. O torpaqda ki, o Oxtay Rızanı yetişdirib. O torpaqda ki, o Xəlil Eminlini yetişdirib. Xəlil Rızanı yetişdirib. Xəlil Rızanı yetişdirib, bəli, Xəlil Rıza kimi nəhəngi yetişdirib. O torpaqda ki, Aşıq Pənahı yetişdirib, Aşıq Bəyləri yetişdirib, Aşıq Ramzi yetişdirib, Aşıq Qurbanxanı yetişdirib. Sənətkarlarımızdan ixtiyarı yetişdirib. O torpaqda ki, o torpaq Firdovsi kimi və sizin kimi gözəl ziyalıları yetişdirib. O torpaqda ki, o bizim böyük sənətkarımız, altı dillərdə əzbər olan Ulu Əsgərovu yetişdirib. Arif Məlikov yetişdirib. Arif Məlikov yetişdirib, bəli. Bayaq Səidə xanım dedi, Oxtay Rıza da
Gülşəhər Azad Rəzadədir. Azəfər Əzəl və bir çox adını sadaladığım o insanların, o şairlərin ruhu olacaq. Çünki o ədəbi məclisin bəlkə də bünövrəsini onlar qoyublar. Bəli. Buna görə də mənim üçün çox xoşdur bugün çox zəngin torpağı olan, zəngin sənətkarları olan, zəngin, böyük, nurani, pirani, ağsaqqalları olan, ağbirçək, haqq-geçək, nənələri olan, sənətkarları olan bu torpaqda, bu ədəbi məclisdə mən də bugün iştirak edirəm. Və uzatmadan istəyirəm Aşıq Pənahın vətənpərvər ruhda yazdığı bir şeir həm də o mahnıya çevirib, yəqin çox az onu bilər. Yenə vətənimin seyrinə vardım, bugün gülər özlü yüzünü gördüm. Neçə qəhrəmanı, oğul qızları bir deyil, 10 deyil, yüzünü gördüm. Gəzdim Naxçıvanı, dağı, aranı, gözəl Qarabağı, Mili, Muğanı. Anam Azərbaycan, sənə Tayhanı, qoynunda cənnətin özünü gördüm. Kür çayım xalqımın gümrah səsidir, göy gölün məhəbbət piyadəsidir, Çənlibil igidlik nişanəsidir, hər daşın üstündə izini gördüm. Səndə şeiriyyət var, mənası dərin, Pənah vurğunudur eşqin, hünərin, Koroğlu misallı, bax Koroğlu misallı mərd igidlərin, qılıncdan kəsərli sözünü gördüm. Bugün qılıncdan kəsərli söz işimlə yapmışsınız inşallah. Şeir şairin ruhunun mənəvi dəstəmazıdır deyirlər. Bunu niyə deyirlər? Çünki bizim dilimizdə dəstəmaz suyuğu da pak olmalıdır ki, bəli, o sözlə daşdan süzülən o pak bir su kimidir. Qəlbdən süzülür. Şeir şairin ruhunun kölü sərvətidir. O sərvəti verən Allahdır. Və buna görə hər birinizə mən minnətdarlıq edirəm və sizə uğurlu şeiri həyatiyə arzulayıram, şairi həyatiyə. Yazın gəlişinə istədim ki, ürəyimdən süzülüb gələn, sözləri bir kağıza köçürən bir şey basasanlar və yazın gəlişinə belə bir şeir yazmışdım. Başına dolanım, gözümün nuru, gedibdi qışımız, yaz gəlib. Sözlü ürəklərin sinəsi üstə köynəkdən çıxıb saz gəlib. Duyulur hər yerdə bahar nəfəsi, oxuyur bülbülün uzarıb səsi, bürüyüb hər yeri harayır səsi, qaranquş müjdəyə tez gəlib. Ağaclar ayılıb qış yuxusundan, elə bil bihuşdur yaz qoxusundan, çiçəklər arının lap qorxusundan, səfib üstünə toz gəlib. Nə vaxtı həsrətli dənizə çaylar, kəsmişdi yolunu şaxtalı aylar, tamam əritməmiş buzunu çaylar, ləpələr üstündə buz gəlib. Təbiət geyinib təzə libasın, lalə yanağına çəkib hənasın, durub qarşılayır əziz balasın, bir bahar adında qız gəlib. Mirzə də sevinir yaz gələn günü, qəlbinə məlhəmdir yurdunun gülü, qəmli oxuyanda sarı bülbülü, coşur ürəyində söz gəlib. Allah Allah. Şeytan əməlidir, inanın valla, qorxun ana laləsindən, ana anından, çəkilsə də uzaqdan, çəkilsə də yaxın. Neçə arzular ürəkdə qaldı, neçə insanları dərdlərə saldı, neçə qız gəlinlər solub saraldı, saxlayın savaşı dünyada. Atasız, anasız, körpə uşaqlar, deyin bu savaşdan, deyin nə anlar, şeytana aldanıb buyruq olanlar, bəs deyilmi bu qədər töküldü qanlar? Necə də dağıdır qurub yaradan, bu ədavət işlər getmir aradan, can alır, qan tökür hökmədən insan, götürən də peşiman. Əlində qızıl gül, gözündə kədər, kim bilir qəlbində neçə dərd yatır. Bir dəfə bir kəsdən gül almayan qız, bəs niyə hamıya qızıl gül satır? Yorğun baxışların yol çəkilindi, alıcı gəzirsən hər səhər, sənə də gül alan olunmu səndən, sənə sel uzadınmı sənə bir nəfər? Bütün çiçəklərin dilin bilirsən, hər gülü çiçəyi bir tutmaq olmaz, qızıl gül məhəbbət rəmzidir, gözəl, onu hər adama uzatmaq olmaz. Çiçəklər sevgini gətirirdilər, onlardır birinci sözə başlayan, alan olurmu o çiçəkləri, qalınmı birinə gül bağışlayan? Ay, yox. Yağış isladıdır büsbütün səni. Bəli.
Alnından üzünə kədər süzülür. Saçından sıyrılan büllur damlalar boynuna mirvari kimi düzülür. İliklər altında zillənir baxış. Sevgi bölüşməyə çalışır, nədir? Bəlkə əvvəlindən elə bu yarış tanış olmaq üçün bir bəhanədir. Yaxın gəl, addım at, keç ürəyimdən. Əzin nəğməm kimi bəstələnərsən. Gəl isti sevgini iç ürəyinə. Sözdə yarışlar. Səhərin gözləri açılmamışdı. Günəşin işığı yox idi hələ. Bir evdə bir uşaq səsi duyuldu. Bir oğul, bir əskər doğuldu elə. Sevindi eşidən bu şad xəbərə. Qurbanlar kəsməyə tələsdi hamı. Ən böyük qurbanı anası oldu. Dünyasını dəyişdi həmin axşamı. Vay. Atanın sevinci kədərlə doldu. Zamanı alınmır geri qaytara. Bir gündə oğlunu beşiyə qoydu, sevdiyi qadını soyur məzara. Yamanlıq Əzrail tərəfdə qaldı. O uşaq böyüdü, ucaldı biraz. Tək oğul övladın böyüdən ata, saçları ağardı, qocaldı biraz. Bu qoca kişinin bəxti düzəlmir. Sevindi övladı xidmətə getdi. Övladı 10 günə qayıdacaqdı, şəhidlik qazandı, cənnətə getdi. Dəfn etdi övladın, daşını düzəltdi, büküldü kürəyi, əyildi, qəhdi, ağladır adamı məzardakı söz. Bir qoca kişinin cavan şəhidi. Allah canı sağ olsun. Seyzadə həzər ilə deməyib ki, fikr aləminə söz kimi qiymətli zər olmaz. Dəryaların axtar, sözə bənzər gövhər olmaz. Söz əqlə məhək olduğunu söz ola bilməz. Hər xəznəni gəz, söz kimi qiymətli zər olmaz. Daşdan da keçər, başdan da keçər, sözdə əgər olsa həqiqət. Fikir olmasa, almaz kimi sözdə kəsər olmaz. Mənalı sözü sadə gərək söyləyək yoxsa, bak qəşəng çox sadə söylədi o şeiri. Mənalı sözü sadə gərək söyləyək yoxsa, şairdə könül cəzb edən bir əsər olmaz. Mir Mehdi, sözün qədrini bil, söz ələ düşməz, söz düşməsə dildən dilə, sözdə əsər olmaz. Sağ ol. Eşq olsun sizə. Sağ ol. Çok teşekkür ederim. Əllərim gəlibdi canə ey pəri. Çox istərəm ki bir gələk yenə imanə ey pəri. Nə bəxtə etibar olar, nə də zamanə ey pəri. Soruşma vaxtıdır ya yox, gözümün üstə gəl buyur. Bu təxtə sultan olmağa buyur məqam et, otur. Buyur məqam et ey gözəl, qədəmlərində gül açar. Səmada ulduzun gülər, günəş də üz nurun saçar. Visala çatmağımla ilk qəmim ayaq tutub qaçar. Yetər ki sən üşənmədən, bir ömrü yarım orta dur. Nə şübhə et, nə qorx gülüm, bu işdə görmürəm qüsur. Bir olsa da canım sənə, min ölmüşəm, dirilmişəm. Gərəkdir axtarım tapım qeysə harda gülmüşəm. Qələm danışmışam, sətir bükülmüşəm. Baxışlarınla sevgilim, tapır könül evim hüzur. İşıqlanıb bir zülmətim, qəmər üzündə vardı nur. Mən etibarəm etmərəm, məhəbbətimdə heç gülür. Allah canı sağ olasın. Sağ ol. Çok güzel. Hal oldunuz. Ana kürüm sizin o ulu qoz olsun. Ürəyinizdə yaşadın onu. Buyurun. Allah canınızı sağ eləsin, hər birinizi ayrı-ayrı olsa salamlayıram. Mən valla dünənlə Ergün bəyə də dedim ki, mən iştirak eləməyini eləyim, amma şeir bilməyəcəm. Çünki hazırdır. Gələn inşallah tədbirlərdə Mütləq. Düzənlər çiçək. Qulağın başına getmərəm sənsiz. Çoban yastığına bürünübləcək. Gəlib görməyəndə dərmərəm sənsiz. Saçına güllərdən çələng örərəm. Nərgiz siyasəməni sənə dərərəm. Yolunda qayanı deşib dələrəm. Gəl ki, tənhayam, burada sənsiz. Gəl ki, tənhayam, burada sənsiz. Asiman işıqlı, bəyazdır, səslə aşiqini, gəl məni çağır. Ətrafa boylanıb, səssiz mən bağır, gül ilə yerimdə qalmışam sənsiz. Gül ilə yerimdə durmuşam sənsiz. Sağ olun. O bir şeydir. Bu payız xatirəsidir, icazə verirsiniz. Buyur. Payız xatirədir.
düşünsən biraz, yarpaq xəzəlləşir, qızıla çalır. Kürük kürəyəndir, coşandır araz, adam tənhalaşır, xəyala dalır. Yağışlar isladır, yolu, yamacı, nakam sevgilərin sonudur acı. Sən də boynanı baxma qıyğacı, adam çətinlikdə kamala dolur. Adam çətinlikdə kamala dolur. İnsanın işidir insana dəstək, aca yoxsula da vercinin ətbək. Qızılın olsa da bir dolu ətək, fələk də hər kəsdən sərvəti alır, fələk də hər kəsdən dinarı alır. Sağ ol. Sağ ol. Oğlun, qızın əl ayağı yerində. Yalvar Allah'a ki, varlıya versin. Varlılar acı bizi yeməsin. Allah'tır saxlayan bəndəsini hər bir bəladan. Allah'tır saxlayan bəndəsini hər bir bəladan. Hər kəs ki öz sözündə dayanmadan edə qarğuş, ona bir quş. Yaz ya da firdevsi daima doğma elilsin. Ne yazık ki yoktu cibində qəpik kuruş. Ona bir quş. Fikir insanlara ruhunu çatdıran, mən deyərəm ki, şairlərdir. Şairlər Allahla təmasda olan, yəni hər bir sözü bu günləri şeirlə bizə çatdırırsınızsa, Allah sizi var eləsin. Mən artıq neçə tədbirlər də olur. Bu tədbirlərdə bir-birinə oxşarlıq görməmişəm. Həvəsinin öz dəsti olur, öz xəftəsinə o qədər gözəl olur ki, yəni bu qədər hər biriniz şeirlərdir, biz bir-birinizi təkrarlamadınız. Həvəsi öz dəst xəttində olur. Var olasınız. Sağ ol. Düz dayağım, mil muğanın düz dayağım. Lənkəranda illik bağım, ləyaqətdən körpü saldım. Qazaq geniş bir mahalım, Əshab-ı Kəhf Naxçıvanın. Bir yerdədir bağım, barım, Qarabağdı Gülüstanım. Şahdağ ilə qurur yaxır, Şirvan boyda böyük camım, Dərbənddən pay yola salım, Təbrizdədir əsl yarım. Şəxsən Səidə xanım sizə bir dənə anasız da burada bir dənə qadın, bir ana. Sizə bir şeir deyildi də, mən sizə Müzəffər Məzahir'in ana şeirini yekunlaşdırım, olar mı? Dedi. Əllərinə qurban olum ana. Əllərinə qurban olum ana, Allahın ətəyindən yapışan əllərinə. Bu dünyanın haqqında boğulub haqla, ədalətlə tapışan əllərinə. Əllərinə qurban olum ana, başımın üstündə keşikçi tək bitən əllərinə. Əllərinə qurban olum ana, arxamca su atan əllərinə, büdrəyəndə, yıxılanda əlimdən tutan əllərinə. Hara getsəm sanaram ki, əllərinin üstündədir bütün yollar. Bu inamla asanlaşar mənim üçün çətin yollar. Ona görə addımlarım inamlıdır. Ona görə hər istəyim gümanlıdır. O əllərlə bişib ruzum çörəyim də, o əllərin istisindən od götürüb ürəyim də. Saçlarımda sığal var əllərim. Şirin nağıl var əllərim. Qoyaram mı? Heç qoynumda qəmli qalar. Mənim kimi oğul var əllərim. Mənim kimi oğul var əllərim. Sağ ol. Uyanıldığı gündən mən Elgünlə birlikdəyim. Elgün təkcə burada yox, həm də bizim Sarvanımızda, Daşənddə, Səlyanda, bu yaxında bir yağ dedim, bu Şadlıq Sarayımızda, Muğanda tədbirdə, şəhidin tədbirində iştirak elədi, paylaşdı. Həsən Kürün Daşətdə tədbirin paylaşdı. Sarvanda da dəfələrlə tədbirlər keçirilib və həm də ki, Tarık müəllim sizə məlumat verim ki, sosial şəbəkədə bunun dostluğunu qəbul edin, Elgün Qabiloğlu. Daha doğrusu sizə dostluq atsın, Tarık Rüsəl atın, xahiş edirəm. Həm də bədii qiraətçidir. Çox müxtəlif şairlərin, şeirlərin səsləndirir. Yəni ki, bu sayədə uğurlar arzu edirəm sizə Elgün və bizə və dostlarına ürək sözlərə. Mən də sizi salamlayıram. Xoş gəlmişik. Həqiqətən də bu məclisin məqsədi, bizim məqsədimiz nədir? Gənc şairlərimizi tanımaq, yeni sözdür. Ədəbiyyatda həqiqətən də deyək ki, Səlyan rayonu bizim Aran zonası həqiqətən də həmişə tanınmış şəxsiyyətlərindən fəxrlənmişik də.
Bu gün də yeni şairlərimiz həqiqətən də bir Firdevs müəllim başda olmaqla yol açılmalıdır ki, gənc şairlərimiz inkişaf eləsin, tanınsınlar, bizi tanıtsınlar. Həqiqətən şeir, poeziya çox başqa bərabərdir. Həqiqətən də hər insan, mən deyirəm, insanın zövqünə baxanda bilirsən ki, bu insan nədir? Məsələn, adı mən musiqi səslənəndə bilirəm ki, onun hansı musiqiyə qulaq asır, onun həyatı nədir, onun daxili nədir? Bu poeziyada elə bir şeydir ki, Burada sizə bir anons verim ki, 5-ci kitabımızda Firdevsi ilə birlikdə adaşımla yazdığımız kitabda həmin kitabın dizaynerin Əli müəllim verib. Sağ olun. Adı əbədi yaşayacaq kitabda. Eşidirsə. Çox sağ olun. Təşəkkür edirəm. Mən də hər birinizə salamlayıram, hər birinizə təşəkkür edirəm. Gözəl ədəbi məclisi yaratdığınıza görə başda Firdevs müəllim olmaqla Səidə xanım bizə həmişə şərait yaradır. Təşəkkür edirəm. Sadəcə ruhumuz dinlənir bu tədbirdə. Mən düzü kənarda tədbiri qeydə alıram, amma mənim ruhum dinlənir. Mən nələr öyrənirəm sizlərdən. Bir gənc olaraq. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Sağ olun. Sağ olun. Siz kimi böyüklərimiz, dəyərlərimiz olmağı bizim üçün Var ölən. Şahid gələn, yol gələn, ayaqları var olsun, qədəmləri var olsun. Tarix müəllimə çox-çox təşəkkür edirəm. Allah canı sağ eləsin. Həqiqətən bizə fəxr verdiniz. Qürur duydum ki, mən belə bir dostum var səninlə. Var olasan, sağ olasan. Hamımıza can sağlığı arzu edirəm.